Dadaş adlı izləyicimiz bildirir ki, Xanoğlan abi, çox xahiş edirəm. İlqar Qurbanova, Cahangir Həsənzadəyə sual verərsiniz. Ayaz Quliyev, Azər Əliyev hanı? Mənim əlimdə imkan yoxdur, onlara sual verim. Nə cavab verim? Həqiqətən hanı o futbolçular, nə qədər əziyyət çəkdik, çox danışılırdı mətbuatdan. Sanki bu futbol həqiqətən də Rusiyada pis futbol oynamamışlar, karyeraları pis deyildi. Biz bir dəfə bu mövzuna danışmışıq. Bəli, danışmışıq. Amma həqiqətən də özlərini doğrultmadı. Amma bu məsələdə qınamaq da olmur. Yəni qeyd etdiyim kimi, kənardan baxırdıq, həqiqətən bu futbolçular Rusiya Premyer Liqasında kifayət qədər yaxşı performans sərgiləyirdilər. Hamı arzulayardı ki, gəlsin oynasın Azərbaycan millisində. Amma faktiki özlərini doğrultmadılar. Sözün açığı, mən bu futbolçuların bu günə kimi də, yəni öz şəxsi fikrimdir, Azər Əliyev olsun, Ayaz Quliyev olsun, mən bu futbolçuları Azərbaycan millisinə güc qata biləcək futbolçulara hesab edirəm. Amma nədənsə... Bəlkə də gəldikləri klub doğru yerdə idi, seçimdə. Ola bilər ki, o bir dənə bir söz var, doğru zamanda doğru yerdə olmaq. Yəni doğru zamanda bəlkə də doğru yerdə deyildilər bu futbolçular. Bizim futbolun da biraz o federasiyada dəyişikliklər oldu, məhdəsi dəyişiklikləri oldu. Ola bilər bu məqamlar təsir göstərsin.